Gözəl bir mövzu ətrafında danışacağıq və əlbəttə ki, böyük qayıdış layihəsi çərçivəsində insanların yenidən uzun ildən sonra öz doğma diyarlarına qayıtmağı, orada məskunlaşmağı, orada yaşamaları, arzularının Çin olmağıdır. Və biz bilirik ki, qələbəmizin ardınca qısa zaman ərzində artıq bütün Azərbaycanımızda işğaldan azad olan ərazilərimizin bir özünə məxsus gözəlliyi var. Xüsusilə Tanrının bəxş etdiyi bu Azərbaycanımızda yaşayarkən hər bölgənin özünün bir gözəlliyi var ki, hər zaman dillər əzbəridə olan bizim Laçınımız var. Laçın bilirik ki, məhz dağlar ərazindədir və Laçının özünün o qədər gözəl təbiəti var ki, sirli təbiəti var ki, böyük məmnuniyyətlə bu mövzunun müzakirəsinə başlamadan əvvəl istəyərdik ki, fərqli yollarda deyək, çünki fərqli yollarda Azərbaycanımızın bütün bölgələrini üst tutur, amma buna baxmayaraq hal-hazırda fərqli yollarda deyərək Laçını sizə təqdim edəcəyik. Buyurun. Gözəl, füsunkar Azərbaycan təbiəti deyərək Laçını seyr etdik, fərqli yollar deyərək və hal-hazırda da elə gözəl bir mövzu ətrafında danışacağıq. Mən istərdim ki, vaxt itirmədən qonağımızı dəvət edək. Qonağımız Fuad Hüseynov. Xoş gəlmişsiniz. Fuad müəllim, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavinidir. Fuad müəllim, şükürlər olsun Tanrıya ki, bu gözəl mövzu ətrafında danışmağı da bizə nəsib elədi. Biz 5 il bundan öncə düşünmürdük ki, inanmız var idi, böyük inanmız var idi. Hər zaman bu
inam içərisində yaşayırdı ki, torpaqlarımız gün gələcək ki, işğaldan azad olunacaq və yenidən məcburi köçkünlər, qaçqın statusunda olan insanlar artıq bu statusdan məhrum olacaqlar. Bu da gözəl bir hissdir. Və hal-hazırda da neçə insanlar, neçə minlərlə insanlar öz doğma diyarlarına geri dönüblər və biz bilirik ki, bu mərhələli şəkildə gedir və Ali Baş Komandanımız başda olmaqla Böyük Qayıdış layihəsi çərçivəsində çox mühüm işlər görülməkdədir. Çünki bu mühüm işlərin hər birini bir vətəndaş olaraq izləyirəm, görürəm. Mədəniyyətimizlə, tariximizlə, torpaqlarımızla, təbiətimizlə, o məhsuldarlığımızla geri dönüş edirik. Və böyük məmnuniyyətlə istəyərdik ki, sizdən də bir neçə məlumatları alaq. Bu mərhələli şəkildə məcburi köçkünlər necə geri dönüş eləyirlər, bərpa quruculuq işləri necə gedir, köç prosesi necə gedir. Buyurun, eşidək sizi. İlk növbədə geniş tamaşaçı auditoriyasını salamlayıram və fürsətdən istifadə edərək Azərbaycan televiziyasının rəhbərliyinə və Günə Davam ailəsi olaraq sizə, sizin yaradıcı heyətə, dəvətə və xalqımız üçün, ölkəmizin ictimaiyyəti üçün olduqca mühüm əhəmiyyət kəsb edən və olduqca aktual məsələ olan böyük qayıdışla bağlı fikir müharibəsi aparmaq şəraitinə görə öz minnətdarlığımı bildirmək istəyərdim. Sualınıza keçid almazdan öncə qeyd etmək istəyərdim ki, bugün biz hamılıqla Azərbaycan xalqı, Azərbaycan milləti olaraq vətən müharibəsində və 2023-cü il lokal antiterror tədbirlərində qazanılmış və ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüdudlar çərçivəsində ərazi bütövlüyünü və tam dövlət suverenini bərqərar etmiş tarixi zəfərimizin məntiqi nəticəsi olan Böyük Qayıdışın sevincini, təntənəsini və qürurunu yaşamaqdayıq. Bu şanlı tarixi bizə bəxş etdikləri üçün biz ilk növbədə müqəddəs ruhları qarşısında baş əydiyimiz və Allahdan daima rəhmət dilədiyimiz şəhidlərimizə, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allahdan sağlıq və şəfa dilədiyimiz qazilərimizə və nəhayət istər tarixi zəfərimizin, istərsə də Böyük Qayıdışımızın əsas memarı və müəllifi olan Müzəffər Ali Baş Komandanımıza borcluyuq. Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra Azərbaycan Respublikası öz tarixi inkişafının geniş bərpa quruculuq layihələri ilə səcillənən, dayanıqlı sülhə və tərəqqiyə əsaslanan və bir çox ölkə üçün nümunə ola biləcək yeni mərhələsinə qədəm qoydu və siz çox gözəl qeyd etdiniz. Dünya miqyasında öz unikallığı ilə səciyyələnən Böyük Qayıdış, işğaldan azad edilmiş ərazilərimizin ümummilli iqtisadiyyat reinteqrasiyası ilə yanaşı, ölkəmiz qarşısında 2030-cu ilədək duran sosial-iqtisadi inkişafa dair 5 milli prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. Möhtərəm cənab prezidentimizin müvafiq sərəncamı ilə və məhz bu milli prioritetin reallaşması məqsədi ilə və ölkəmizin 2022-26-cı illərdəki sosial-iqtisadi inkişaf strategiyasının davamı olaraq Möhtərəm cənab prezidentimiz tərəfindən 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə ilk dəfə olaraq Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci dövlət proqramı təsdiqlənmişdir. Və bugün biz fəxarətlə qeyd edə bilərik ki, Böyük Qayıdış uğurla icra olunmaqdadır. Qarabağımızda, Şərqi Zəngəzurumuzda sözlə ifadə oluna bilməyəcək tərzdə geniş miqyaslı bərpa quruculuq işləri aparılır. Biz çox sevinirik ki, Azərbaycan televiziyası olaraq həmin o gözəl diyarlarımızda olduq. Mən xatırlayıram ki, Zəngilanda və yeni üslubda Ağıllı kənd konsepsiyasında Ağalı kəndinə getmişdik və 3-4 saatlıq çox gözəl bir konsert proqramı ilə orada yaşayan sakinlərimizlə görüşdük, danışdıq, yaranmış olan şəraiti görmüş olduq ki, həm Böyük Qayıdış layihəsi çərçivəsində, həm də müasir standartlara uyğun olaraq ağıllı kənd prinsipində evlərlə təmin olunurlar və istərdik ki, artıq bu mövzuda danışaq ki, hansı rayonlarımızda hansı quruculuq işləri bərpa olunur və hansı ənənə ilə mərhələli şəkildə bu proses davam edəcək. Böyük Qayıdış, siz düz qeyd etdiniz, Zəngilan rayonu Ağalı kəndindən başlaması 2022-ci il iyul ayında ilk köç kərvanı yola salınmışdı və bugünədək Böyük Qayıdışa dair birinci dövlət proqramı çərçivəsində artıq 50 mindən çox soydaşımız Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşmışdı. Möhtərəm cənab prezidentimiz ilin əvvəlində
milli telekanallara müsahibəsində qeyd etmişdik ki, ilin sonuna dək 30-a yaxın yaşayış məntəqəsində keçmiş məcburi köçkün soydaşlarımızın məskunlaşdırılması nəzərdə tutulur və bugün qürurla qeyd edə bilərik ki, o hədəf artıq nail olundu. Bugünədək 28 yaşayış məntəqəsi, o cümlədən 6 şəhər, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Füzuli və Cəbrayıl və 22 qəsəbə və kənd yaşayış məntəqələrinin böyük qayıdışı start verilib və ilin sonuna dək daha bir neçə yaşayış məntəqəsinə, o cümlədən nə vaxtsa işğal dövründə erməni qəsbkarları tərəfindən Qafqazın Hirosimasına çevrilən və artıq Qarabağımızın və ölkəmizin ən iri, ən füsunkar şəhərlərindən birinə çevriləcək Ağdam şəhərinə böyük qayıdışa start veriləcək, digər rayonların yaşayış məntəqəsinə start veriləcək və təbii ki, bu proses ardıcıllıqla həyata keçirilir. Hansı şəraitdə bu proses davam eləyir? Çünki məcburi köçkünlər sadəcə olaraq evlərdə yaşamaq üçün getmirlər və biz bilirik ki, artıq universitetlər, məktəblər, bağçalar, çünki sizdən əvvəl qonağımızla da bu barədə danışdıq ki, artıq işğaldan azad olunan ərazilərdə də bağçalar, məktəbə qədər hazırlıqlar, məktəblər, təhlükəsizlik baxımından da biz bilirik ki, insanlar çox fəal iştirak edirlər və bu mina təmizliyi ərəfəsində, yəni imkan olduqca insanlar artıq geri dönüş edirlər və həm də maariflənirlər. Hansı çərçivələr var ki, bunlar gözlənilir, sonra isə insanlar geri dönüş edirlər? Böyük qayıdış təbii ki, mərhələli şəkildə həyata keçirilir və ilk növbədə ən ağır şəraitdə məskunlaşan keçmiş məcburi köçkün soydaşlarımıza, o cümlədən yataqxanalarda, pansionatlarda, sanatoriyalarda, digər inzibati binalarda, qəzalı binalarda, həmçinin başqa vətəndaşlara məxsus olan mənzillərdə, evlərdə məskunlaşan keçmiş məcburi köçkün soydaşlarımıza üstünlük verilir və onlara Şərqi Zəngəzurda və Qarabağda veriləcək evlərin və mənzillərin bölgüsü Dövlət Komitəsində keçirilən püşkatma tədbirlərində həyata keçirilir. Yəni, tam şəffaflıq, ədalət və obyektivlik prinsipləri rəhbər tutularaq Dövlət Komitəsinin rəsmiləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, yerli icra hakimiyyətlərinin, Dövlət Komitəsi yanında İctimai Şuranın və təbii ki, keçmiş məcburi köçkün soydaşların özlərinin iştirakı ilə püşkatma tədbirləri keçirilir və hər bir ailə tərkibinə uyğun olaraq evlə və mənzillə Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olaraq təmin olunur. Təbii ki, böyük qayıdış kompleks bir prosesdir və burada təkcə məskunlaşma ilə iş bitmir. Böyük spektr məsələlər burada həm təhsildir, məşğulluqdur, digər sosial məsələlərin həllidir, təhlükəsiz məsələləridir və onu da qeyd etmək istərdim ki, dövlət proqramı və onun tədbirlər planından irəli gələn vəzifələrin icrası ilə bağlı qaçqınların və məcburi köçkünlərin İşlər üzrə Dövlət Komitəsi 5 fəaliyyət istiqaməti üzrə əsas icraçı qurum, 12 fəaliyyət istiqaməti üzrə isə əlavə icraçı qurum kimi müəyyənləşdirilir. Əsas fəaliyyət istiqamətləri dedikdə ilk növbədə qayıdışın bünövrəsini təşkil edən sorğuların keçirilməsi, keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, keçmiş məcburi köçkünlər arasında təbliğat, təşviqat, maarifləndirilmə işlərinin aparılması, bu prosesin həm yerli, həm xarici kütləvi informasiya vasitələrində işıqlandırılması, bərpa qrafikinə uyğun olaraq keçmiş məcburi köçkün soydaşlarımızın qayıdışı ilə bağlı texniki, təşkilati məsələlərin həlli, böyük qayıdışla bağlı Dövlət Komitəsi nəzdində xüsusi qaynar xətt xidmətinin yaradılması və keçmiş məcburi köçkünlərin adaptasiyasının daha da yüngülləşdirmək məqsədi ilə aidiyyəti olan dövlət qurumlarının rəsmilərinin müxtəlif peşə təlim kurslarına cəlb olunması və nəhayət Qarabağımızda və Şərqi Zəngəzurumuzda dayanıqlı icmaların yaradılması məqsədi ilə reinteqrasiya tədbirlərinin keçirilməsidir və böyük qayıdışla bağlı olan məsələlər Dövlət Komitəsinin gündəlik fəaliyyətinin əsas prioritet istiqamətlərindən. Fuad müəllim, bilirsiniz nəyə görə sevinirəm, bilirsiniz nəyə görə qürurlanıram? Çünki insanlarımızın 30 ildən sonra, müəyyən illərdən sonra o geri dönüş etməsi öz doğma diyarlarına həm Azərbaycan mədəniyyətinin, həm Azərbaycanın o nümunəvi mətbəx nümunələrinin, həm genetik kodlarımızın, həm düşüncələrimizin, həm adət-ənənələrimizin
geri qayıtması deməkdir. Və bütün bunların hər birini izləyərkən qürur hissi duyuruq. Bu yaxınlarda ölkə başçısı tərəfindən Xocalıya geri dönən insanların evlərinə daxil olması, onların təəssüratlarını, ağrılı, acılı günlərin unudulduğunu, amma təbii ki, tariximizi heç bir zaman unutmamalıyıq. Çünki unutsaq yenidən təkrarlanacaq. Orada yaşanan olan hadisələri görmək, bir zaman uşaq ikən oradan çıxan indi ailəsi ilə, övladları ilə, nəvələri ilə geri dönüş eləyirlər. Yəni, nə qədər böyük bir bayram əhval-ruhiyyəsi yaşanır və mən bilirəm ki, ən gözəl işlərdən birini hal-hazırda siz görürsünüz və nə qədər xoşbəxt, nə qədər qürur və şərəf duyuruq təbii ki. Bu hamısı qürurludur. Çünki orada az yaşlıları görürük, az yaşlıların gözəl söhbətlərini görürük və orada o təbiətin verdiyi önəmli məqamları görürük və Qarabağ Universitetini də xüsusilə vurğulamaq lazımdır. Çünki orada təhsil alan tələbələrimizin Xankəndidən dünyaya açılmağı, dünya praktikasını Xankəndi, Azərbaycana gətirməsi çox önəmli məqamlardır və şükürlər olsun ki, bu gözəl anları yaşamaq qismətimizə düşüb. Bugünə şükür, siz çox gözəl buyurdunuz və mən bir əlavə etmək istəyərdim. Eyni zamanda böyük qayıdış prosesi Azərbaycan xalqının, Azərbaycan millətinin öz doğma torpağına bağlılığını nümayiş etdirdi. Çünki həyata keçirdiyimiz sorğuların da nəticəsi ondan ibarətdir ki, keçmiş məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti nəinki öz doğma torpaqlarına qayıtmaq, həmçinin fəal şəkildə bərpa, quruculuq işlərində fəal şəkildə iştirak etmək istəyirlər və bu işləri ən gözəl ifadə edən möhtərəm cənab prezidentimiz olmuşdu. Ötən il aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri Aşıq Ələsgərin abidəsində söylədiyi nüqtə qeyd etmişdi ki, bugün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa, Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Və o torpaqları heç vaxt görməyən, siz qeyd etdiyiniz kimi, gənc nəslin nümayəndələri, uşaqlar, yəni o doğma torpaqları ancaq öz əcdadlarından, babalarından, nənələrindən, atalarından eşidən o insanların, soydaşlarımızın böyük fəxarətlə, qürurla, sevinclə öz doğma torpaqlarının qayıdışı və yaxud qayıdacağı günü gözləməyi buna bir əyani sübutdur. Çox sağ olun gəldiyiniz üçün. Biz sizinlə saatlarla danışa bilərik bundan. Çünki təkcə mədəniyyətimizlə bağlı deyil, artıq bir sıra tədbirlər keçirilir və ən əsası dövlət tərəfindən qoyulan, ən əsas təməli möhkəm qoyulan bilirsiniz nədir? İşğaldan azad olunma günləri, həmin şəhər bayram günləri keçirilir. Şəhər günləri keçirilir ki, 2 gün bundan əvvəl də Cəbrayıl günü qeyd olundu və nə yaxşı ki, həmin o tədbirlərdə yerli sakinlər iştirak edirlər. Artıq o torpaqların əsl sahibləri. Bəli, Xarı Bülbül festivalı keçirilərkən mən 2022-ci ildə aparıcısıydım Xarı Bülbülün. Orada artıq dəvət olunmuş insanlar vardı. Artıq yerli sakinlər özləri cəlb olunurlar, iştirak edə bilirlər, həmin o tədbirləri izləyə bilirlər. Nə qədər gözəl tarix yaşayırıq. Şükür olsun bu günümüzə. Biz əminik ki, möhtərəm cənab prezidentimizin apardığı müdrik və uzaq görən siyasətin nəticəsində nə vaxtsa erməni qəsbkarları tərəfindən xarabalığa çevrilmiş torpaqlarımız bu yaxınlarda sözün əsl mənasında cənnət məkanına, sülh və tərəqqi məkanına çevriləcək və Azərbaycan dövləti ölkəmizin rəhbərliyinin başçılığı ilə dünya ictimaiyyətinə keçmiş məcburi köçkün soydaşlarımızın post-münaqişə dövründəki reinteqrasiyası və reabilitasiyası ilə bağlı yeni dünyəvi model təqdim etmək iqtidarında olacaq. Və arzum ondan ibarətdir ki, hər bir keçmiş məcburi köçkün soydaşımız tezliklə böyük qayıdışın sevincini və qürurunu yaşaya bilsin. Çox sağ olun. Sizə can sağlığı və fəaliyyətinizə uğurlar arzulayırıq. Xatırladaq ki, qonağımız Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov idi. Çox maraqlı söhbətimiz oldu. Bir daha təşəkkürlər. Mən sizə təşəkkür edirəm. Əziz tamaşaçılarımız, yeni bir həftəyə başladıq və yeni bir həftənin ilk günündə bu cür mövzulara toxunarkən qürur hissi duyuruq və artıq bugünkü efirimizin də yavaş-yavaş sonuna gəlib çatdıq. Sonuna gəlib çatdıq, bəli Onur. Qeyd etdiyin kimi çox qürur vericidir, çox böyük, fərqli bir həyəcan yaşadır insana ki, danışdığımız mövzunun mahiyyəti, sevinci və orada yaşayan qadınların istər kiçik bizneslə məşğul olması, peşə fəaliyyətinə yiyələnməsi, oradakı balaların öz valideynləri ilə ora qayıdıb yüksək standartlara cavab verən məktəblərdə təhsil almasını görürük, gedənlərdən eşidirik. Çox qürur vericidir və bu haqda danışmaq da bugün bizi olduqca sevindirdi. Bugünkü günə davamın sonuna gəlib çatdıq. Ümid varam ki, həftə boyu bax belə gözəl xəbərlərlə, belə gözəl mövzularla sizin qarşınıza gələrik. Bugünlük isə günün davamında sevgi, sevinç və uğur sizinlə olsun. Ürəyinizdən, sevgilinizdən təşəkkür heç bir zaman əksik olmasın. Qismət olarsa görüşərik.